Hər vaxtınız xeyir dostlar. Son bir məhkəmə xəbəri barədə sizə məlumat vermək istəyirəm. Belə ki, söhbət sosial şəbəkələrdə də onun videosu yayıldı. Öz həyat yoldaşının saçını kesəl edərək sosial şəbəkələrdə yayan Tamirlan Məmmədovdan gedir. Belə ki, Tamirlan Məmmədovun həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb, Nəriman rayon məhkəməsinə keçirilən prosesdə onunla bağlı qərar qəbul edilib. Qərara əsasən Tamirlan Məmmədov barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Qeyd edim ki, ona qarşı Cinayət Məcəlləsinin 133.2.6-cı, yəni əzab vermə, işgəncə verməklə törədildikdə maddəsi ilə ittiham rəsülüb. Xatırladaq ki, bu maddənin sanksiyasında 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qeyd edək ki, oktyabrın 28-də Tamirlan Məmmədov rəsmi nikahda olduğu həyat yoldaşının saçını kesəl edərək onun görüntülərini sosial şəbəkələrdə paylaşmışdı və onun həyat yoldaşı bununla bağlı polisə şikayət etmişdi və aparılan əməliyyat tədbirləri nəticəsində Tamirlan Məmmədov şübhəli şəxs qismində saxlanılmışdı və onun barəsində cinayət işi başlanmışdı.